Baku Aktual efirdədir, vaxtınız xeyir. Dünyada bir çox şeylər dəyişir. Dəyişən dünyada iqtisadi məsələlər də hər zaman gündəmdədir və əlbəttə ki, əsas məsələ ABŞ-Çin arasında gedən tarif, ticarət savaşı və Azərbaycana hansı zərbə dəyə bilər və yaxud ümumiyyətlə Azərbaycan nəyinsə sığortalana bilər, bəlkə faydalana bilər. Bir çoxları düşünür ki, Azərbaycan kimi ölkələr bu situasiyalarda faydalana bilər. Bunu biz hörmətli iqtisadçılarla danışacağıq ki, faydamız olacaqmı? Amma bu ərəfədə neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır ölkəmizdə. Bu və digər şəkildə müxtəlif fikirlər səsləndi, xüsusən də büdcə ilə bağlı bizə necə təsir eləyəcək, devalvasiya məsələsini gündəmə gətirənlər oldu. Bu suallara da cavab axtaracaq. Eyüp Kərimli, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri iqtisadçı, Fikrət Yusifov, keçmiş Maliyyə Naziri, iqtisadçı ekspert, Vüqar Bayramov, Milli Məclisin deputatı qonağımızda, daha bir qonağımızda olacaq, onu da təqdim edəcəm. Xoş gördük sizin hamınızı. Öncə deyim ki, Vüqar müəllimin YouTube üzərində vaxtaşırı müxtəlif iqtisadi məsələlərlə bağlı, gündəmlə bağlı açıqlamaları olur və yaxud da hansısa verilişlərdə, çıxışları da yerləşdirilir. Elə dünən də YouTube-da bax, bu məsələyə, neftin qiymətinin aşağı düşməsi və onun Azərbaycana təsiri ilə bağlı fikirləri var idi. Amma istəyərdim, Vüqar müəllim, birinci bu məsələyə toxunaq. Ümumiyyətlə, ABŞ-nın Çin arasında bu tarif müharibəsində Azərbaycan qazanacaq, yoxsa udacaq sizcə? Təbii ki, qlobal ticarət müharibələrindən udan tərəflər elə çox olmur. Adətən qlobal ticarət müharibələri iqtisadiyyatda, qlobal iqtisadi resesiya yaradır. Və eyni zamanda nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatlarında qarşılıq tariflərinin tətbiq edilməsi ilə bağlı qərardan sonra 2025-ci ildə qlobal ticarətin 330 milyard dollar azalacağı gözlənilir. Və nəzərə alsaq ki, hazırda qlobal ticarətin həcmi 33 trilyon dollardır. Yəni, bu demək ki, nəticə etibarlı ölkələr həm yalnız aparıcı ölkələr deyil, eyni zamanda digər ölkələrin də qlobal ticarətdəki payına təsir göstərə bilər. Amma sözsüz, Amerika Birləşmiş Ştatları və Çin münasibətləri və xüsusən də ticari münasibətləri daha önə çəkilir. Amma nəzərə alsaq ki, bu yalnız Çinlə məhdudlaşmır, həm də eyni zamanda Avropa İttifaqı, Kanada, hətta qonşu ölkələrlə belə tariflərin tətbiq edilməsi qlobal ticarətə təsir göstərəcək. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsini diqqət yetirsək, təbii ki, son illər artımlar var. 2024-cü ildə Amerika Birləşmiş Ştatları Azərbaycan arasında ticarət dövriyyəsi 1,8 dəfə artıb, 1,6 milyard dollardır. Bizim ixracat, daha doğrusu Amerikadan idxalımız, ixracatımız isə 8,4 dəfə artıb və 135 milyon dollara çatıb. Təbii, ixracatımızda daha spesifik məhsullardır, qida məhsullarıdır, kimya məhsullarıdır. Amma müqayisə etsək, təbii ki, saldo mənfidir. Biz Amerika Birləşmiş Ştatlarından daha çox alırıq, 1,6 milyard dollarlıq mal alırıq, cəmi 135 milyon dollarlıq mal satırıq. Təbii ki, saldo Birləşmiş Ştatlarının xeyrinədir, çünki bizim üçün mənfi saldodur. Amma sözsüz spesifik məhsullar olduğuna görə qarşılıqlı 10% verginin tətbiq edilməsi gözlənilir ki, bizim ümumi ixracatçı və ümumiyyət ticarət dövriyyəsindəki artım dinamikasına təsir göstərəcək, amma ticarət dövriyyəsinin həcminə ciddi təsir göstərməyəcək. Yəni, bir tərəfdən, onsuz da biz Azərbaycan olaraq idxal məhsullarına rüsum tətbiq edirik, amma ixracatımızın, Amerika Birləşmiş Ştatlarının ixracatımızın 10% bahalaşması bizim Birləşmiş Ştatlardakı, yəni nəzərə alsaq ki, orada bazardakı payımız çox deyil, həmin bazardakı və ya cüzidir, həmin bazardakı payımıza ciddi təsir göstərməyəcək. Amma sözsüz, biz əslində bəzi hallarda tamamilə doğru sualı qeyd etdiniz. Bəzi hallarda müharibələr həm də imkanlardır. Ticarət müharibələri həm də imkanlardır və ticarət müharibəsindən sahibkarların imkan kimi faydalanması çox vacib. Çünki xüsusən qida və bizim istehsal etdiyimiz, ixrac etdiyimiz qeyri-resurs məhsulların Birləşmiş Ştatlar bazarında qiymətinin artacağı gözlənir. Bu da təbii ki, Azərbaycan iş adamları üçün bir imkan ola bilər. Əslində, siz danışa-danışa mənim belə bir fikirdə gəldi. Yəqin bu çoxların artıq beyninə gəlibdir. Əgər icazə verirsə, mən Eyüp müəllimlə bunu soruşum. Yəni, çox rahat bir qazanc üsulu ola bilər də. Çindən hansısa məhsulları gətirək və buradan Amerikaya sataq. Çünki Çinə qoyulan hər halda gömrükdən o qədər deyil. Üzərinə də dəyişib ayrı bir şey yazmaq olar. Amma bu belə ilk baxışdadır. Nəzəri cəhətdə mümkün. Nəzəri cəhətdə mümkündür. Azərbaycan bu məsələdə nə ilə qazana bilər? Bir məsələ də var ki, və məncə vacib bir məsələdir ki, artıq Çin üçün və Avropa üçün
Amerikanın bu yanaşması orta dəhlizi daha da sürətli həll eləməyə və nəhayət ki, həyata keçirməyə imkan verəcək. Məncə bu Azərbaycan üçün çox gərəkli bir perspektiv göstərir. Yoxsa? Ümumiyyətlə, iqtisadi böhranlar bilirsiniz, siklik xarakter daşıyır və heç bir iqtisadiyyat və ümumiyyətlə tarixən dünya iqtisadiyyatda böhrandan belə deyək, yan keçə bilməyib. Lakin böhranların bir digər yaxşı xüsusiyyəti var. Həmkarımız Vüqar müəllim də vurğuladı. Bu da həm də fürsətlər yaradır, digər imkanlar üçün şərait yaradır. Hesab edirəm ki, bu vəziyyətdə Azərbaycan həm də qeyri-neft sektorunu inkişaf etdirmək üçün əlavə stimul və əlavə investisiya qoyulması ilə bağlı daha geniş tədbirə planları həyata keçirdə bilər. Bunlardan biri də sözsüz ki, ölkəmizin nəqliyyat, logistika imkanlarının genişləndirilməsidir və bu baxımdan əlavə fürsətlər də yaranır. Siz də qeyd edirsiniz, bu gün əgər belə deyək də, Çin Amerika bazarında məhdudlaşırsa, Çin başqa bazarlar çıxış əldə etməlidir və bu baxımdan Avropa bazarı daha cəlb edicidir. Elə Avropanın özü də Amerika ilə bağlı bəli, Avropa və Şimali Afrika, həmçinin belə deyək də, Şərq ölkələri bazarları bu baxımdan daha da cəlb edici. Digər tərəfdən biz unutmayaq ki, geniş, böyük Rusiya bazarı da burada var və Azərbaycan unikal coğrafi mövqeyi, belə deyək də, bu nəqliyyat kəsişmələrində yerləşməsi geniş imkanlar yaradır. Sözsüz ki, burada həm də yük aşırma imkanları genişlənir. Biz ölkəmizdə böyük, belə deyək də, yük aşırma şəraiti yarada bilər, böyük ambarlar inşa edə bilərik ki, gələcəkdə bu yüklər Azərbaycan üzərindən digər ölkələrə rahatlıqla daşınsın. Bu həm bilirsiniz, sürətin azalması, vaxtın azalması, tariflərin ucuzlaşmasına gətirib çıxarır ki, bundan Azərbaycan əlavə dividendlər əldə edə bilər. Digər tərəfdən sözsüz ki, bəzi istehsallar da Avropaya yaxınlığını nəzərə alaraq Azərbaycanda qurula bilər. Və bu baxımdan hesab edirəm ki, bu da bir prioritet istiqamət kimi biz götürə bilərik və Çin məhsullarının yarım, belə deyək də, fabrikat formasında ya yarım məhsullar formasında Azərbaycanda təkrar emalını təşkil edərək digər ölkələrə buradan ixracatımızı biz daha da artıra bilərik və bu bizim iqtisadi ticari dövriyyətimizi artıra bilər. Digər tərəfdən də qeyri-neft sektorunun inkişafına əlavə stimul verə bilər. Əslində diplomatik trafik də maraqlıdır bu ərəfələrdə və bu İranın düşdüyü siyasi vəziyyət sözsüz ki, ona qarşı sərt tədbirlərin görüləcəyini bilir, amma bu siyasi məsələdən daha çox iqtisadi bir məsələ olduğu üçün mən elə gəlir ki, artıq şimal-cənub dəhlizinin də sürətlənməsi məsələsi gündəmdədir və eyni zamanda Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqının mühüm bir razılaşmaları, düzdür, indi orada bizim xoşumuza gəlməyən böyük bir məqam var, amma bütün hallarda hardansa keçməlidir. Mənə gəlir Gürcüstan prezidentinin də Bakıya gəlişində və səslənən bir çox ona qədər ki, tədbirlərdə Azərbaycan prezidentinə dediyində məsələ belə görünür ki, artıq 2025-ci il məhz bu dəhlizlərin işə düşəcəyi il olacaq. Amma hər halda biz Azərbaycanda yaşadığımız üçün hamımızı narahat edən məsələ, mən icazə verirsə fikirlərim sizdən soruşum. Biz neftin, yəni təxminən 6 aylığına artıq satmışıq. Yəni bu qiymətlərin təsiri bundan sonraki 6 aya aiddir. Kobud şəkildə hesablasaq, indiyənə qədər baha satmışdıq. Doğrudan mı bu növbəti 6 ayda qiymət düşsə də biz o qədər təsir eləməyəcək və yaxud da təsir az olacaq? Demək olmaz ki, təsir az olacaqdır. Neftin, yəni bu il üçün satılacaq neftin 50% satılsa da, yəni bir yarısı dayansa da, neftin qiymətlərinin hansı səviyyəyə qədər inə biləcəyi faktoru, amili burada öz sözünü deyəcək. Yəni kritik 46 dollara düşməz hər halda. Amma siz baxın, Trumpın tarif müharibəsi elan olunan kimi aprel ayı içindən neftin qiymətləri sürətli şəkildə aşağı düşməyə başladı və yalnız onun 90 günlük moratorium elan etdikdən sonra, Trump tərəfindən edildikdən sonra qiymətlərdə bir qədər stabilləşmə, bir qədər qalxım əmələ gəldi. Bugün 65-66 dollar ətrafında demək hərəkət edir qiymətlər. Amma bundan sonraki proseslərin necə davam edəcəyinə proqnoz vermək çox çətindir. Çünki bu Trumpın açdığı bu rüsum müharibəsində proseslərin necə davam edəcəyi, indi bir qədər belə başa düşdüm ki, Trumpı elə öz ölkəsində, özünün ətrafında olan adamlar başa saldı ki, bu şəkildə müharibə açmaq, bu şəkildə
demək addımlar atmaq Amerikanın özünün iqtisadiyyatı üçün ciddi problemlər yaşada bilər. Ona görə bir qədər sanki geri çəkilmiş kimi görünür. Ancaq sonda üzr istəyirəm. O neçə gün keçəcəkdi? Yəni rüsumları elan elədi, sonra moratorium elan elədi. 90 günlük. O neçə gündə nə qədər gəlir götürdü Amerika? Yox, onu təxminən mən hesablamamışam, ancaq hadisə, bəli, 2 trilyon. Hansı müharibə, hansı hərbi bir nə bilim münaqişə bu qədər gəlir gətirə bilər? Hansı yatırım, sərmayə bu qədər gəlir gətirə bilər? Onu təbii ki, dəqiq mən çox biznesmen kimi işləyir. Təbii ki, mən həmişə demişəm, bütün çıxışlarında da, telekanallarda da, mətbuatda da, Trump hər şeyə iqtisadiyyatın, biznesin gözü ilə baxır və belə də olmalıdır, onun başqa bir baxışı yoxdur. Bax, Trump bu rüsum müharibələrini nədən açdı? Niyə görə bu rüsum müharibəsini başladı? Amerikanın xarici ticarət balansında kəsir mənfi saldo hardasa 1,1-1,2 trilyon dollardır. Yəni ondan sonra ikinci yerdə gəlir, deyək də o həcmə görə, təbii ki, Amerika ilə müqayisə ediləcək səviyyədə deyil. Məsələn, Hindistanda da 240 milyard dollar ətrafındadır mənfi saldo və digər ölkələrdə. Məsələn, Yaponiya dünya iqtisadiyyatında aparıcı yer tutan ölkələrdən biridir. Yaponiyanın xarici ticarət dövriyyəsində kəsir 47-48 milyard dollardır. Yəni cüzidir də belə. Çox cüzi, demək olar ki, yoxdur. Ona görə Trump iqtisadiyyatın gözü ilə baxdığından bu sualları qoyur və əsasən də Amerikaya daha çox demək məhsul ixrac edən Meksika, Çin, Kanada və bu kimi dövlətlərlə yəni onlara qarşı daha aqressiv bir mövqedən çıxış edir. Onlara qarşı daha ağır demək sanksiyalar tətbiq edir. Bilirsiniz, Çinlə təxminən ticarət dövriyyəsində 3 dəfə fərq var. İdxal-ixracın arasında Amerikanın 3 dəfə fərq var. Trump bir qədər kəskin addımlar atır və özü də mən hesab edirəm ki, gerçək başa düşür ki, bu addımlar, yəni bu rüsumlar işlək rüsumlar deyil. O məncə Damokl qılıncıdır. Eləcə asır, xoşu gəlməyəndə Nilüfer məndən o məsələləri soruşacaq. Çünki qorxutmaq üçündür o məncə. Mən düşünürəm ki, daha çox bu qorxutmaq üçündür və Trumpın özünün biznesmen olaraq, sahibkar olaraq, nə bilim, iqtisadiyyatı bilən bir adam kimi öz ağlında, öz düşüncəsində müəyyən bir hədlər var. Yəni o hədləri özü bilir, düzdür, onları bəyan eləmir. Yəni deyək ki, bir ölkə sən Çinə qarşı nə deyir, 145% rüsum tətbiq edə bilərsən, bu deməkdir ki, iki ölkə arasında ticarət əlaqəsi dayanmalıdır. Söhbət burada nədən gedir? Təxminən yarım trilyon tək demək idxaldan söhbət gedir, yəni Çindən ixracdan söhbət gedir. Bunun qarşısını almaq bütövlükdə dünya iqtisadiyyatına, Amerikanın özünün iqtisadiyyatına nə verə bilər? Amerika vətəndaşının özünə nə verə bilər? Əgər bu məhsulu sən Çindən alıb gətirib 1 dollara satırsansa ölkə daxilində ona 145% rüsum tətbiq edəndə onun qiyməti olacaqdı 2 dollar 45 sent. Yerli iqtisadiyyat inkişaf eləyəcəkdi. O da məqsədi odur. Yəni dediyi məqsəd, mən bilmirəm. İstehsal Amerika köçməsi. Almaq, bəli, təbii ki, hədəflər var. Bu hədəflər hamısı qoyulubdur. Və real görünürmü istehsalın Amerikaya köçürülməsi? Onu bəyan edir. Trump bunu özü açıq şəkildə bəyan edir ki, yatmış, işləməyən müəssisələri, yəni o vaxtı ilə işləyib fəaliyyət edən müəssisələri hansı ki, bu günlər biz yenidən qaytara bilərik. Mümkündürmü o? Mümkündür, işçi qüvvəsi də var axı burada. Meksika. Ola bilməz? Təbii ki, axıda da bilərlər, işçi qüvvəsini axıda da bilərlər, elə bir şərait yarada bilərlər, dünyanın hər yerindən axıb gedərlər. Yaxşı, Fikret, mən bir məsələni də soruşum. Devalivasiya təhlükəsi bu il varmı ən azından? Bu, belə deyək ki, neftin qiymətləri 50 dollar səviyyəsinə qədər insə və bu davamlı şəkildə olarsa, yəqin ki, hökumət bu barədə düşünməli olacaq. Yəni, Mərkəzi Bank barədə düşünməli olacaq. İnə bilərmi sizcə? Mən hesab edirəm ki, bu proseslər ona aparır. Vüqar, mən 50 dollardan aşağı inə bilər və yaxud da 50 dolların özü də aşağıdır əslində. Əslində, yəni proqnozlar nikbin deyil. Yəni, hətta bəzi proqnozlarda 2026-cı ildə 40 dollara qədər enməsi bir proqnozlaşdırır. Brent markalı neftin bir barelinin. Ona görə təbii ki, xeyli bədbin proqnozlar var, amma eyni zamanda siz qeyd etdiyiniz digər məqamlar da var. Çünki biz bir tərəfdən, yəni təbii ki, proqnozlar verilən zaman mövcud vəziyyətə uyğun olaraq proqnozlar verilir. O zamandan qlobal ticarət müharibəsi, dünya iqtisadiyyatında resesiya, neft olan tələbin necə dəyişməsi, amma siz mühüm məqamlardan birindən toxundunuz, bu İranla bağlı məqamdır. Təbii ki, Amerika Birləşmiş Ştatları və İran arasında gərginlik artarsa, biz hətta neftin qiyməti ilə bağlı əks geri dönüşü müşahidə edə bilərik. Çünki neftin qiyməti yalnız iqtisadi faktorlarla
bağlı deyil. Bu eyni zamanda siyasi faktorlar, təklifin necə dəyişməsi, qlobal ticarət müharibələri tələb tərəfindən təsir göstərir, tələb azaldır. Tələb azaldığı üçün, çünki ümumiyyətlə qlobal iqtisadiyyatda Amerika Birləşmiş Ştatları iqtisadiyyatı ilə bağlı iki mühüm məqam var. Bir, istehlak səviyyəsi, yəni nə qədər istehlak necə dəyişir və inflyasiya səviyyəsi. Əslində biz yanvar ayından etibarən Birləşmiş Ştatlarda həm istehlak, həm də istehlakın azalması və inflyasiyanın artmasını müşahidə edirdik və həm də bir siqnal idi. Və təbii ki, yeni tariflərin tətbiq edilməsi və ya ticarət müharibəsi bu prosesi sürətləndirə bilər. Sadəcə sizin əvvəl daha öncə qeyd etdiyiniz bir məqama da mən öz fikrimi bildirmək istərdim. Bu, əslən, həmin məqam reeksportla bağlıdır. Eyüp müəllim onu təbii cavablandırdı. Sadəcə Eyüp müəllimin sözünü qüvvət olaraq qeyd etmək istərdim ki, biz Amerika Birləşmiş Ştatlarının ixracatımızın strukturuna diqqət yetirsək, 135 milyon dolları ixracatdır. Onun yalnız 55 milyonu Azərbaycan mənşəli istehsaldır. Və digəri artıq Azərbaycan mənşəli istehsal, yəni 80 milyon Azərbaycan mənşəli istehsal deyil. Əslində, reeksport imkanları var. Əgər xüsusi sanksiyalar yoxdursa, ölkələr reeksportdan istifadə edirlər. Bu təbii ki, qadağa deyil. Amma nə dərəcədə biz Çin məhsullarını gətirib reeksport edə biləcəyik? Çünki Çinin özü məsafəsi uzaqdır, onun Azərbaycana gətirilməsi, Azərbaycan reeksport edilməsi, olunması, nəqliyyat xərcləri, logistik nəqliyyat xərcləri baxımından əlavə xərcdir. Amma ən az region olaraq, xüsusən nəzərə alsaq ki, Azərbaycan tətbiq edilən tarif 10%-dir, yəni xeyli aşağıdır və təbii ki, region olaraq, regiondakı ixracatın strukturuna baxıb, dövriyyəsinə baxıb, orada reeksport imkanları sözsüz ola bilər. Əslində, bu həm də yeni qütblər yaratdı. Daha dəqiq desək, qütbləri daha çox üz-üzə qoydu və ümumiyyətlə iqtisadiyyatda hansısa bir qütbə yaxınlaşmaq elə siyasətdə də çox yaxınlaşmaq təhlükəlidir. Həm də yeni düzən yaratdı, Elçin müəllim. Çünki biz həmişə nəyə baxırdıq? Qlobal institutların təsir dairələri var. Məsələn, Dünya Ticarət Təşkilatı. Dünya Ticarət Təşkilatının təbii ki, fərqli komitmentlər vardı, şərtləri var idi və ölkələr onu əməl edirdi. Bu yeni tarif və yeni müharibələr əslində Dünya Ticarət Təşkilatı kimi qurumların fəaliyyətini ciddi şəkildə kölgə və ya şübhə altına aldı. Çünki artıq Dünya Ticarət Təşkilatı praktik olaraq proseslərə təsir göstərə bilmir və ya digər beynəlxalq qurum, hətta BMT-nin özünün belə nə dərəcədə səmrəli fəaliyyət göstərəcəyi belə sual altındadır. Ona görə də bu sadəcə bir müddətli qlobal ticarət müharibəsi deyil, həm də yeni bir düzəndir və təbii ki, yeni zamanda Birləşmiş Ştatlar tərəfindən digər ölkələrlə bağlı ərazi iddiaların səsləndirilməsi də yeni bir düzəndir. Yəni bu soft power'dan, yəni yumşaq gücdən hard power'a daha yumşaq olmayan gücə keçiddir. Çünki əslində soft power olanda daha çox institutlar tərəfindən müəyyənləşdirilmiş qaydalarla dünya düzəni müəyyənləşir və tənzimlənir. Əslində bu demək ki, dünya soft power'dan imtina edir və yeni fərqli bir dönəmə daxil olur. Və qütblər belə kəskinləşəndə mən istəyərdim, bax, Eyüp müəllim, sizdən soruşaq. Azərbaycan nə etməlidir? Hansısa qütbə çox yaxınlaşmaq özü riskdir. Ortada, bax, bu hər iki qütblə işləmə imkanlarımız varmı? Sözsüz ki, hər bir, belə deyək də, siyasi istiqamətlərin və ya siyasi gücün arxasında iqtisadi baza durmalıdır və bunun istiqamətində biz öz qütblərimizi müəyyənləşdirmək üçün həm də iqtisadiyyatımızı gücləndirməliyik və bu tək bir istiqamətli, belə deyək də, bir neftdən asılı iqtisadiyyat yox, diversifikasiyalaşmış bir iqtisadiyyat qurmalıyıq və bunun üçün də bizdə hazırda hesab edirəm ki, unikal imkanlar var. Çünki logistik imkanları deyirsiniz. Tək logistik imkanlar deyil, biz həm də çox qütblü, belə deyək də, iqtisadi mərkəzlərlə yaxınlaşırıq. Bu, həm Türk Dövlətləri Birliyidir, təşkilatlarıdır ki, burada da bilirsiniz ki, imkanlar daha genişdir və təmərküzləşir bu baxımdan və müəyyən, belə deyək, iqtisadi resursların əldə edilməsinə imkanlar yaranır. Digər tərəfdən qeyd etdiyimiz gələcəkdə hesab edirəm ki, bu ticarət müharibəsinin
həm də şimal-cənub istiqamətinə də biz düşünməliyik. Şimal-cənub istiqaməti daha da yəqin ki, bu müddətdən sonra güclənməyə belə deyək də məhkum olacaqdır. Hesab edirəm ki, sözsüz İranın nəqliyyat nazirinin gəlib də Zəngilana qədər getməyi və o körpü məsələsinin bu istiqamətdə də biz daha rasional və səmərəli istifadə edə bilərik və bu istiqamət bizə belə deyək də Hind okeanına qədər çıxış əldə etmə imkanı verir. Və bunun üzərində biz öz meyarlarımızı və öz prioritetlərimizi düzənləməliyik. Çünki həm Şimali Avropa ölkələri, həm Rusiyanın qeyd etdiyim kimi Vüqar müəllim yaxşı vurğuladı. Bu böhran həm də belə deyək də yeni bazarlar və təchizat zəncirlərini də dəyişəcək və əhəmiyyətli təsir göstərəcək. Bu gün mən öncə də qeyd etdim, yəni istiqamətlər Afrika, Şimali Afrika ölkələrinə də yönələ bilər. Üzr istəyirəm, bir məsələni soruşum. Bu məsələ çox gündəmə atılır. Hindistanın bir yol istəyi var ki, İran üzərindən Türkiyəsiz belə deyək, kobud deyək və yaxud da heç İran üzərindən də olmasın, başqa bir variant da var. Bu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsrail üzərindən Avropaya, Yordaniya və Avropaya. Bu realdırmı və gəlirlidirmi? Çin buna nə deyəcək? Sizcə iqtisadi cəhətdən hansı daha çox sərfəlidir? Hər halda Hindistan da böyük oyunçudur. Bilirsiniz, hazırda dünyada belə götürəndə digər bir müharibədən də biz bəhs edək. Bu logistika və nəqliyyat müharibələridir. Yolların müharibəsidir. Bilirsiniz ki, hazırda quru belə deyək də, quru istiqamətdə, quruda gedən yollarla dəniz yollarının hazırda güclü rəqabəti gedir. Və sözsüz ki, Hindistan da bu müharibənin aktiv iştirakçısıdır. Çünki belə baxanda Hindistanın əsas çıxış yollarından da biri bu istiqamətdə özünə yer etməkdir və bu nəqliyyat qovşaqlarına, belə deyək də, bu nəqliyyat istiqamətinə ciddi istifadə etməlidir. Sözsüz ki, hesab edirəm ki, bu da gələcək, burada Çin amilinə, əgər biz bugünkü amilləri nəzərə alsaq, bilmirəm, Amerika hansı tarif tətbiq edibmi Hindistana? O dərəcədə deyil. Qarşılıqlı olaraq bütün ölkələrə tətbiq edib. Yox, yüksək Çin qədər deyil. Yəni deyəsən 10% də orada nəsə. Yox, 10% deyil. 10%-dən yüksəkdir. Bir dəqiqə deyərəm mən sizə. 10%-dən yüksəkdir. Bu məsələdə bayaq qeyd etdiyimiz Pingvinlərə də 10%-dir. Biz Hindistan olmaz. Eksport məsələlərinə Hindistan da belə deyək də aktiv bəlkə də gələcəkdə istifadə edə bilər. Bu baxımdan hesab edirəm ki, bizim əsas... Çin buna razı olacaqmı məsələsi var. Axı burada Çinin həm iqtisadi, həm də siyasi maraqları var. Gəlin etiraf edək. Bilirsiniz, 26%. 26%. Dəfələrlə azdır da Çindən belə götürəndə. Təbii ki, olsa, amma 10%-dən də yüksəkdir də, 2 dəfə yarım. Bilirsiniz, siyasətdə daimi maraqlar yoxdur da, bilirsiniz. Sadəcə belə daimi istiqamətlər yoxdur, daimi maraqlar var. İndi o deyirsiniz, Çin razı olacaq, buna olmayacaq. Çinin belə deyək də, başqa çıxış yolu qalmaya da bilər. Avropa var, çıxış yolu var. Mənə gəlir ki, Avropa... Çinin iqtisadi əlaqələ kifayət qədər, mənə elə gəlir ki, belə deyək də, dolğundur və kifayət qədər qarşılıqlıdır. Mən hesab edirəm ki, bu, belə deyək də, bu tarif müharibəsi daha çox Çini digər istiqamətlərə diqqət artırmağa vadar edəcəkdir. Hər halda reeksport məsələsində Avropada iştirak edəcək. Buyurun, mən aydınlıq gətirmək istərdim. Bu, əslində, nə üçün qarşılıqlı tarif deyilir? Ona görə qarşılıqlı tarif deyilir ki, Amerika Birləşmiş Ştatları mövqeyi ondan ibarətdir ki, hansı ölkə Birləşmiş Ştatlara hansı tarifi tətbiq edibsə, biz də həmin tarifi həmin ölkəyə tətbiq edəcəyik. Yəni, Hindistan 26, Azərbaycan nə üçün 10? Çünki Azərbaycan 10% tarif tətbiq edir. Yəni, bunlar qarşılıqlı tariflərdir. Burada artıq selektiv olaraq seçim yoxdur ki, məsələn, Azərbaycana az, Hindistana çox və Hindistana az, Azərbaycana az. Belə bir yanaşma yoxdur. Biz Amerika məhsulları hansı tarifi tətbiq ediriksə, Amerika Birləşmiş Ştatları da bizdən gedən məhsullar həmin tarifi tətbiq edir. Sadəcə burada niyə qlobal ticarət müharibəsinə gəlir? Çünki Amerika Birləşmiş Ştatları həmişə azad ticarəti dəstəkləyib. Bəli. Və Amerika Birləşmiş Ştatları əslində qarşılıqlı tariflərlə artıq fərqli müstəviyə daxil olur. Bir də burada orta tarifdən gedir. Məsələn, Çinin elə məhsulları var ki, Çin həmin məhsullara Amerikadan ixal edir, amma tarif tətbiq etmir. Və xüsusən texnoloji məhsullar. Amma elə məhsullar var ki, yüksək tarif tətbiq edir. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının özü də ixal etdiyi bəzi, ümumiyyətlə Amerika Birləşmiş Ştatları liberal olduğuna görə tariflər həmişə və ÜTT-ni yaradan ölkələrdən biri olduğuna görə həmişə tariflər aşağı olub. Və birdən Amerika Birləşmiş Ştatlarının qarşılıqlı tarifə keçməsi nəticə etibarilə
o dünya üzrə tarif səbətini artırdı və ona görə o qlobal ticarət müharibəsinə gətirib çıxarır. Yəni səbəb ki, bu mallar və məhsullar hərəkət eləyir. Amerika bazarı böyük bazardır və Amerika bazarına gedən məhsullar birdən-birə bahalaşır. Və alternativ olaraq da hansı ki, Çin yeni tarifləri tətbiq edir, o məhsulları tətbiq edir ki, o məhsullara əvvəllər tətbiq etməmişdir. Və həmin məhsullara da tarifi tətbiq edir və əslində bu hərəkətdə olan Amerikadan Çinə, Çindən Amerikaya və ya Avropa İttifaqına gedən məhsullar avtomatik olaraq bahalaşır, istehlak azalır, qiymətlər artır, bu da təbii ki, resesiyaya gətirib çıxarır. Burada ümumiyyətlə qiymətlərin aşağı düşməsi ehtimalı varmı? Tutaq ki, biz öz bazarımızda bunu hiss eləyə biləcəkmi? Qiymətlərin aşağı düşməsi, yəni dünya bazarında ehtimal demək ki, yoxdur. Çünki əgər tariflər tətbiq olunursa, tarif yeni xərc deməkdir və yeni xərc olduğuna görə təbii ki, bu nəticə etibarən məhsulun qiymətinə təsir göstərməlidir və qiymət artırmalı baş verməlidir, amma bizim regiona təsirə nisbətən az olacaq. Yəni mən nəyə görə deyirəm? Faktik olaraq Çin ora yox, bizə daha çox satacaq və yaxud da Türkiyəyə daha çox satacaq və yaxud da başqa bir ölkəyə və bazarda əlbəttə ki, məhsul bolluğu varsa qiymətin düşməsi. Amma bizim bazarın bəlli bir tutumu var və biz o tutumdan artıq Çindən reeksport üçün ala bilərik, amma o tutumdan artıq biz import etməyəcəyik, yəni idxal etməyəcəyik və bizim Amerika, yəni bizim əslində burada tarifi tətbiq edən ölkələrlə münasibətlərə baxmaq lazım. Çin təbii ki, Azərbaycan Çin arasında tariflərdə dəyişiklik yoxdur. Ona görə dövriyyənin ciddi dəyişəcəyi gözlənilmir. Bir də digər tərəfdən Azərbaycan bazarı həcmcə Amerika bazarı ilə təbii ki, müqayisə olunmur da. Ümumiyyətlə, region bazarı belə Amerika bazarı ilə müqayisə olunmur. Ona görə Çinin ixracatı böyükdür. Və böyük olduğu üçün böyük bazarlara üz tutmaq məcburiyyəti. Əgər Amerika bazarından çıxırsa, alternativ olaraq həmin böyük bazarlara üz tutmalıdır ki, məhsulları sata bilsin. Yəni bizim... Məsələn, Braziliya kimi. Təbii, Braziliya ola bilər. Və bu məsələ də... Asiyada böyük bazarlar ola bilər. Asiyada da ola bilər. Qeyd etdiniz, Avropa ola bilər. Avropada ola bilər. Çünki Latin Amerikası məsələsi də indi bax burada ona görə Braziliyanın həm eyni zamanda Çinlə eyni bir iqtisadi təşkilatda olması yaxşı haldır, amma siyasi təzyiqlər var Amerika tərəfindən. Ümumiyyətlə Latin Amerikası məsələsi ayrıca bir mövzudur. Yəni bizim maliyyə buferlərimiz nə vəziyyətdədir? Bax bu gün üçün 2025-26-cı ildə bura qatsaq. Siz təhlükəsizlik yastığından maliyyədən danışırsınız. Təxminən 70 vüqar məlumat təsdiqləyək, təxminən bizim valyuta rezervlərimiz hardasa 72 milyard dollar, Amerika Birləşmiş Ştatları dolları səviyyəsindədir. Bu bizim bir illik ümumi daxili məhsulun həcminə bərabər bir göstəricidir. Yəni dünyada çox az ölkələr olar ki, belə göstəricilər olsun, yəni bu qədər valyuta ehtiyatları olsun. Təbii ki, bunların varlığı bizim maliyyə gücümüzü artırır, bu bizim iqtisadi gücümüz, maliyyə gücümüz deməkdir. Lakin mən istəyirdim ki, bu fürsətdən istifadə edirəm, bu neftin qiymətlərinin aşağı düşməsi ilə bağlı son vaxtlar mətbuatda daha tez-tez və mənim də özümün tez-tez səsləndirdiyim bir məsələnin üzərində real sektorun, qeyri-resurs sektorunun inkişafı ilə bağlı. İndi bax, burada həmkarlar da fikirlər səsləndirirlər. Reeksport bizim demək ki, məhsulların xüsusilə də Amerika bazarından danışırıqsa, Amerika bazarına ixrac olunan məhsulların böyük bir qisminin Vüqar müəllim dedi, məhz həmin o reeksport formasında olan, yəni o müstəvidən gələn məhsullar olması. Yəni bütün istiqamətlərdə biz fikirləşməliyik. Biz bugün bizim 24-cü ildə idxalımız, biz Vüqar müəllimlə bu mövzuda bir dəfə bir verilişdə danışmışıq, 21 milyard dollar olubdur və sizin verilişdə. Bəli, bizim verilişimizdə mənim bir müəllif verilişim var. Orada bir Vüqar müəllimlə bunu müzakirə eləmişik. 21 milyard idxalımız var və bunun qarşılığında real sektordan 3.4 milyard biz demək ixracdan gəlir əldə edirik, yəni möhkəm valyuta əldə edirik. Bir anlıq nefti unutsam, bu çox kiçik bir rəqəmdir. Yəni 15-16%-ni bağlayır bizim idxalımızın. Mən son 2 ay, demək bu ilin 2 ayının məlumatlarını təhlil elədim və belə görünən budur ki, konkret olaraq bu gedişlə 38-39% idxalda artım var son 2 ayda. Qeyri-neft sektorunu nəzərdə tutursunuz? Tövlədə ölkəyə idxaldan söhbət gedir. Son illər ciddi artım var. Bəli. Son illər idxal ciddi şəkildə idxal artır. Məsələn, əgər niyə artır? Nə alırıq biz belə? İcazə verin fikirlərimi deyim. Mən sizin sualınıza cavab verərəm. Demək, təxminən bir 10 il bundan öncə ilə müqayisə eləsək,
hardasa bir 8-10 milyarda qədər bizim idxalımız artırdı. Yəni hər il arta-arta gedir və son 2 ayında rəqəmlərini dedim, hardasa bir 38% artım. Bu gedişlə demək 25-ci il gözlənilən idxalı təxminən 25 milyard dollardan yuxarı olacaqdı. Yəni 24-cü illə müqayisədə əgər 24-cü ildə 21 milyard olubsa, 25-ci ildə bu qalxıb 25 milyard səviyyəsinə indiki gedişlə, indiki templə çatacaqsa, bu bizi ciddi düşündürəcək bir məqamdır və bunun artmasının səbəblərini ciddi şəkildə araşdırmalıyıq. Nədir səbəb sizcə? Bax, biz nəyə əlavə alırıq? Mən hesab edirəm ki, burada bir faktor var, qiymət faktoru var. Təbii ki, qiymətlərin artması ilə bağlı bu artımın bir hissəsi ondan tənzimlənir. Digər isə ehtiyaclar var. O ehtiyacları demək ki, biz bunları alıb gətiririk. Mən hesab edirəm bu suala daha yaxşı Vüqar müəllim cavab verər. Bu barədə daha çox məlumat var. Əhali rifahı da bağlıdır. Səbəblər də var. O səbəblərdən biri tələblər də var, bəli. Tərəflər də var. Səbəblərdən biri Qarabağ və Şərqi Zəngəzur bərpası ilə bağlı. Çünki orada yəni bir tərəfdən Qarabağ və Şərqi Zəngəzur yaşıl zona elan olunub. Ora idxal etdiyimiz texnologiya və avadanlıqlar kifayət qədər bahalıdır. Çünki yaşıl zona prinsiplərinə uyğun texnologiya və avadanlıqlar müasirdir və müasir olmaqla yanaşı həm də yaşıl iqtisadiyyat prinsipinə uyğun olan avadanlıq və texnologiyadır. O, təbii ki, idxalımıza təsir göstərir. Digər səbəb biz xaricdə saxladığımız Qızılın bir hissəsini Azərbaycana gətirib, o da idxala düşür. O da idxalın həcminə birbaşa təsir göstərir. Amma sözsüz qiymət və s. Elə də təhlükəli vəziyyət deyil. Sağ olsun, Vüqar müəllim bir sözləri verdiniz və bir çox suallarımıza cavab verdiniz. Mən onları izləyirəm bir mənzərənin yaranması üçün. Amma özünüzdən eşitmək daha mənim üçün həm yaxşı olar, həm də tamaşaçılarımız da eşitsin. Siz necə düşünürsünüz? Neftin qiyməti ilə bağlı bax bu tərəddüdlər, enmələr, indi bugün biraz bahalaşıb və s. Amma hər halda bu bizim devalivasiya məsələmizi sürətləndirə bilərmi və yaxud ümumiyyətlə bizim maliyyə bazarımıza necə təsir edə bilər? Elki, mən təşəkkür edirəm. Sizi də, hörmətli qonaqlarınızı da, tamaşaçılarınızı da salamlayıram. İcazənizlə qısaca son qulaq şahidi olduğum sualınıza toxunmaq istəyirəm. İdxalın həcminin artması ilə bağlı. Hörmətli Fikrət müəllim də azaltmaq lazımdır. Yəni, istehsal yoxdursa, idxalın azaldılması praktik olaraq mümkün deyildir. Və idxalın azaldılmasının bir çox səbəblərini Vüqar müəllim qeyd elədi. Bura bir əlavə olaraq qeyd etmək istərdim ki, ölkənin müdafiə qüdrətinin artırılması məqsədi ilə görülən işlər də eyni zamanda, baxın, ildən ilə artmaqdadır. 8 milyard üzərində bir göstərici vardır bu il 2025-ci il üzrə olanda. Təbii ki, belə bir qonşularla yaşamaq sözün həqiqi mənasında çətindir. Bu, deməli, müharibə istəməyən ölkə müharibəyə hazır olmalıdır. Müharibəyə hazır olmaqdan ötürü isə bu xərclər mütləqdir. Bu baxımdan hesab edirəm ki, idxalın artması, mənə isə sözünüzü idxalın artması daha az qorxurdur, nəinki ixracımızın azalması. Bu kontekstdə bəli, neft qiymətləri, neftin hasilat həcmi çox önəmlidir. Bilirsiniz, Amerika Birləşmiş Ştatlarının son dönəmlər apardığı siyasət, daha doğrusu yeni hakim komandanın apardığı siyasət bir dövlət başçısından daha çox bir biznesmen yanaşmasıdır və dəfələrcə də qeyd etmişəm ki, yəni peşəkar bir biznesmen hər hansısa bir şirkəti dünya səviyyədə şirkət formasına çatdıra bilər, milyardlar qazana bilər, amma bir dövlət idarəçiliyi daha çox makroiqtisadi düşüncə, strateji yanaşma tələb edir. Mən hesab edirəm ki, 2-ci ilin sonuna qədər artıq ABŞ-ın tarif siyasəti ilə bağlı daha ciddi geri addımların atacağından biz şahid olacaq. Çünki dünyanın bir ölkəsinə qarşı sərt tarif siyasəti aparmaqla ABŞ istənilən ölkəyə, hətta Çinin özünə belə bu tarif siyasətini aparmaqla qələbə çala bilərdi. Amma bütün ölkələrə qarşı bunu aparmaq, bilirsiniz, bu praktik mümkün deyil. Təsəvvür edin ki, hər bir ölkəyə qarşı tətbiq edilən zərərin cəmi 5%-i ABŞ-ın özünə qayıtmış olsa, ABŞ-da ciddi bir zərər kütləsi formalaşacaqdır. Yəni, ümumi ifadələrdir. Bu iqtisadi, bu siyasi, vətəndaş narazılığı, artan qiymətlər, sosial problemlər. Bəli, ABŞ vətəndaşı marketə girib məhsul aldığı zaman niyə qalıb Trumpın siyasəti, bütün ölkələrlə imicə vurulan zərərlər və s. və ilə.
Bəlkə də bu məsələnin artıq ABŞ tərəfindən hesablanmış olduğunu da belə düşünürəm. Çünki müəyyən manipulyativ davranışlarda ilk baxışda bazarlar itirsə də, amma məsələn Trumpın qeyd etdiyiniz kimi mən sosial şəbəkə hesabında yazmışdım. Yəni baxın, 4 trilyon dolları qazanmaq üçün müharibədə illər lazım olur. Siyasətdə hətta 10 illərlə biz bayaq, üzr istəyirəm, ellənizmən, biz bayaq dedik 2 nə qədərsə, hətta 4 imiş. Hətta 4 imiş. Çox yaxşı gəlir mənbəyidir. Yəni, bir ən öldürücü insanları qorxudan virus dalğası belə aylar lazım olur planetin bir tərəfindən digər tərəfinə çatmaq üçün. Amma Trumpın bir davranışı ki, mən 90 gün təxirə salıram, hələ nə imza var, nə peşat var, sadəcə deyir 90 gün təxirə salıram, birjalara 4 trilyonluq bir gəlir oldu. Yəni, bu gün artıq bizim hörmətli həmkarlarımızın da keçdiyi, tədris elədiyi, artıq iqtisadi nəzəriyyələr bir çox prinsipləri işləmir. Çünki davranış iqtisadiyyatı digər iqtisadi nəzəriyyələri sözün həqiqi mənasında udub. Yəni, artıq davranışlar, tələb və təklifin bazarlarda oynadığı rolu bir davranış daha çox üstələməyə başlayıb, daha çox dağıdıcı təsir göstərir. Yəqin ki, yaxın bir 15-20 il ərzində biz yeni Adam Smith kimi və məncə də yeni Adam Smith nəzəriyyəsinə ehtiyac olacaq. Kimlərsə çıxacaq, inşallah ki, belə bizim ölkəmizdən çıxsın. Yəni, proses sözün həqiqi mənasında fərqli bir situasiyada gedir. Və sizin sualınıza nədən bu istiqamətdə başladım? Nə qədər ki, bu situasiya bir stabilləşməyəcəkdir, o qədər neftin qiyməti üçün təhlükə qalacaqdır. Baxın, qərarın nə olmasından asılı olmayaraq qərarsızlıq və qeyri-müəyyənlik neft qiymətlərinə ciddi mənfi təsir göstərir. Çünki investor daha çox gəlir götürməkdən ən başlıca məsələ qoyduğu pulu batırmamaqdır. Batırmamaq üçün riskləri hesablamalıdır. Qeyri-müəyyənlikdə riskləri hesablamaq çox çətin olur. Buna görə biz qızılın qiymətinin artmasını görürük. Məsələn, hansısa ölçüyə parif olsun 50%, 50 üzərində və yaxud da 100 üzərində ölçü. Ən azı investor hansı ölkənin seçəcəyi ilə bağlı qərar verir. Ümumiyyətlə, iqtisadi fəaliyyət aktivləşir. Amma iqtisadi fəaliyyətlə bağlı qaranlıq məqamlarda heç bir investor hansısa istehsal sahəsinə, emal sahəsinə vəsait yatırmağa ehtiyat edir və o zaman da bizim durğunluq yaranır iqtisadiyyatda. Bəli, planetin ən qocaman sakinlərindən belə orta statistik ən geridə qalmış ölkənin vətəndaşına qədər bilir ki, belə vəziyyətlərdə ən etibarlı investisiya aləti qızıldır. Və bu səbəbdən də qızılın qiyməti davamlı olaraq artır. Digər məhsulların, əmtəələrin qiymətində isə dalğalanmalar var. Mən hesab edirəm ki, bu neftin qiyməti də bu proses qədər 60 dollar ətrafında oynaya bilər. Amma ilin 3-cü rübündən sonra biz stabilləşməni görə biləcəyik. Baxın, Azərbaycanda dövlət büdcəsində 70 dollardan götürülür. Birinci rübdə neftin ortalama qiyməti rəsmi açıqlamaya görə Azərbaycan hökumətinin 77 dollar olub. Məntiqlə ikinci rübdə 63 dollar olarsa, biz büdcə ilə bağlı hər hansısa bir problem olmayacaq. Onu örtəcək. Digər bir tərəfdən də nəzərə alsaq ki, büdcə xərcləri daha çox xərc istiqamətləri adətən hər il biz birinci, ikinci rüblərdə profitdən danışırıq. Çünki xərclər daha az istifadə olunduğu üçün və adətən sona saxlanılır. Yəni, bu baxımdan büdcənin icrası ilə bağlı da hər hansısa bir ciddi riskin olacağını düşünmürəm. Hətta olacağı təqdirdə belə bizim həmkarlarımız yəqin ki, qeyd etdilər, ölkənin Mərkəzi Bankda 11 milyard dollarlıq bir ehtiyat, dövlət neft fondunda bu ilin yanvarın 1-nə olan statistikaya görə 61 milyard dollarlıq bir ehtiyatımız vardır və eyni zamanda hökumət tərəfindən belə deyək, xarici valyutanın çıxış kanallarının mümkün qədər nəzarətdə saxlanılması hesab edirəm ki, bir təhlükəli və ciddi risklərin olduğu bir mühitin yaranmasına imkan verməməkdədir. Konkret devalvasiyaya gəldikdə isə, yəqin yuqarı mənimdə fikrimlə razılaşar ki, artıq neçə illərdir ki, hökumət ölkədə makroiqtisadi tarazlığı qorunmaq üçün manatın məzənnə stabilliyini qorumağa çalışır. Düşünürəm ki, bu il sonuna qədər də maksimum dərəcədə buna nail olmaq mümkün olacaqdır. Çox maraqlıdır ki, əslində Vüqar müəllim söylədi ki, biraz təhlükəlidir. O mənada ki, daha çox düşə bilər. Amma siz biraz
daha bizi ruhlandırdınız ki, yox, o qədər düşməz. Vüqar müəllim daha pessimist yanaşdı. Bu özü də bir maraqlıdır. Amma bir sual meydana çıxır və bu sualı mən istəyirəm həm Eldəniz müəllim siz cavablandırasınız, həm də siz, yəni təbii ki, digər qonaqlara da eyni sualı verəcəm. Hipotetik götürək, yəni nəzəri cəhətdən götürək. Orta dəhliz işə düşür, şimal dəhlizi, şimal-cənub dəhlizi işə düşür və qazdan olan məsələlər, müqavilələrimiz və s. hamısı biraz da sürətli işə düşür və hamısı mexanizmlər işə düşəndən sonra bu bizim nə qədər gəlirimizi artıra bilər? Nə dərəcədə biz bax bunlara... Bəlkə mən bir məsələni qeyd edim ki, şimal-cənub dəhlizinin hələ işə düşəcəyi ilə bağlı mən heç bir düşünmürəm. Çünki şimal-cənub dəhlizinin aparıcı ölkələri Rusiya və İrandır. Hindistandan başlayıb Şimal Avropada bitsə də, sanksiyalar məncələsində boğulan iki ölkə əsas aparıcılardır və onların da mövcud infrastrukturu yetərli deyil. İşlərin tamamlanması üçün vəsait çatışmazlığı mövcuddur. Şimal-cənub dəhlizi buna görə də o qədər də ölkə üçün iqtisadi rentabil, real işləyir, yəni amma iqtisadi baxımdan bir ciddi effektlər yaradacağını düşünürəm. Amma şərq-qərb dəhlizi, orta dəhliz dediyimiz segment isə tamamilə başqa cürdür və bu ölkə üçün iqtisadi cəhətdən əlverişli şərtlər səciyyələndirəcəkdir. Amma bu tranzit xərclərdən ölkəmizə gələn gəlirdən daha çox bu dəhlizin ölkəmizə qazandırdığı başqa strateji məsələlər vardır. O ki, qaldı qaza təbii olaraq Azərbaycanda qazın bu il, daha doğrusu 2024-cü il ərzində təxminən bir 50 milyard kubmetrə yaxın qaz hasil etmişik. Daha doğrusu 49,8 ya 7 təxmini yadımdadır belə. Onun da yarısını ixrac eləmişik. Baxın, Azərbaycanın ixrac boru kəmərləri bundan artığını bugün ixrac etməyə imkan vermir və 2027-ci ilə qədər TAP-ın, yəni Cənub Qaz Dəhlizinin sonuncu genişləndirilmiş layihəsi olan Trans-Adriatik boru kəmərinin ildə 1,2 milyard artırmaqla 27-ci ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Yəni bütün hallarda bu dediyim istər dəhliz, istər qaz neftin Azərbaycan iqtisadiyyatına qatacağı qatqı qədər qatqı qata bilmir. Biz buna etiraf edəməliyik və buna görə də cənab prezident bir neçə dəfə öz çıxışlarında məhz xarici investorların, ələxüsus Azərbaycanda neft sektoru üzrə fəaliyyət göstərən investorların neft hasilat həcmlərinin stabil saxlanması üçün bir daha fəal olmağa çağırmışdı. Biz hesab edirəm ki, son dönəmlərdə aparılan işlərdən artıq nəticələri görməkdəyik. Çünki Azərbaycanda neft hasilat həcmləri xeyli aşağı düşüb. Yaxın, bəli, əvvəlki il aşağı düşmüşdü. Hazırki hasilat həcminə görə bir qədər stabilləşmə olacaqdır. Amma bilirsiniz, artıq bu xüsusi tapşırığın və yaxud da yeni investisiyaların nəticəsi olaraq biz hasilatı bərpa ediriksə, o zaman bu başqa bir istiqamət üzrə artımlar vardır. Amma biz bu artımların strukturuna baxdıqda görürük ki, məsələn qeyd edəcəm, birinci yerdə gələn məsələn dəmir çubuqlar, dəmir borular, elektrik enerjisi kimi məhsullar var. Elektrik enerjisinin istehsalı üçün qazdan istifadə edilir. Dəmir, deməli, bəlkə də o əmtənin, ixrac etdiyimiz əmtənin tam əmtəadını düzgün ifadə etməyəcəm, amma dəmir çubuqlardır, dəmir armaturlardır. Bunların da axı xam malı eyni zamanda, belə deyək, təbii ehtiyat. Qaz, elektrik enerjisi ixrac edirik, onun istehsalı üçün qazdan istifadə olunur. Yenə də bu neft-qaz məhsulu. Hətta SOCAR özü Azərbaycanın qeyri-neft ixracatçısı olaraq əvvəlki, indi hazırki situasiyanı bilmirəm, amma bir müddət əvvəldə yenə rekord şirkət idi. Yəni bütün hallarda bu və ya digər formada resurslara bağlanan əmtələrdir. Arxası resursa söykənən əmtələrdir. Bu baxımdan hesab edirəm ki, bir qədər fərqli dəyərlərin yaradılmasına ehtiyac var. Vüqar müəllim, neçə illərdir biz bax bu sözü deyirik. Fərqli dəyərlər, fərqli məsələlər, amma ya yarada bilmirik, yoxsa nədir? Yəni bax bu, baxın indi Eldəniz müəllim də dediydi ki, yəni 3 il, tutaq ki, nə ilənsə stabilləşdi, sonrası var. Bax bu niyə baş tutmur bizdə? Sizcə nədir problem? Təbii ki, neftin asıllardan qaldırılması vacibdir və bu hər zaman da təklif olunan məsələlərdən. Çünki iqtisadiyyatın diversifikasiyaya şahlənməsi
həm də xarici şokların Azərbaycan iqtisadiyyatının təsirlərini minimumlaşdırır. Bəli. Amma biz ümumiyyətlə burada təbii trendə baxmaq lazımdır. Xüsusən də qeyri-neft ixracatı ilə bağlı. Nəzərə alsaq ki, bizim düz 2024-cü ilin yekunlarında artım cüzi oldu, amma əvvəlki illərdə biz daha çox artımlar müşahidə etdik. Hətta bəzi illərdə 35%-ə yaxın artım qeydə alındı və 3.4 milyard dollarlıq qeyri-neft ixracatı ümumi ixracatla müqayisədə böyük rəqəm hesab olunmaya bilər. Bəli. Amma biz trendə baxsaq, təbii trend pozitivdir. Çünki əvvəlki illərlə müqayisədə biz daha çox qeyri-neft məhsullarını ixrac etdiyimizi müşahidə edirik. Amma ümumiyyətlə Azərbaycan müqayisəli üstünlüyə malik olduğu məhsulları istehsal edib ixrac edə bilər. Məsələn? Və müqayisəli üstünlük o anlamda ki, əgər hər hansı bir ümumiyyətlə müqayisəli üstünlüyün anlamı ondan ibarət ki, hər hansı bir məhsulu qonşu ölkədən və ya Çindən gətirmək daha ucuz başa gəlirsə, onun yerli istehsalının təşkil edilməsi bu təbii ki, iqtisadi baxımdan səmərəli olmayacaq. Amma konkret olaraq, yəni sizin o qeyd etdiyiniz məsələyə diqqət yetirsək, bizim məsələn bir sıra məhsullar, məsələn qida məhsullarında müqayisəli üstünlüyümüz var. Məsələn qida məhsullarını xam, yəni ərzaq məhsulu, kənd sərvəsi məhsullarını xam maldan qidaya çevirib ixrac etmək daha çox valyutanın ölkəyə daxil olmasına imkan yarada bilər. Hətta nefti belə xam deyil, istehsal edərək neft məhsulu kimi ixrac etmək ölkəyə daha çox valyutanın daxil olmasına imkan yarada bilər. Çünki nəticə etibarilə biz ixrac etdiyimiz resursun əhəmiyyətli hissəsi xam maldır. Amma hətta neftin xam mal olaraq deyil, yəni müəyyən hissəsini təbii ki, istehsal edərək, emal edərək, neft məhsuluna çevirərək ixrac etdiyimiz halda hətta qiymətləndirmələr göstərir ki, 4 və bəzi hallarda 5 dəfə daha çox valyutanın ölkəyə daxil olması imkanları var. Ona görə də müqayisəli üstünlüyə malik olduğumuz sektorların ixrac imkanlarının artırması təbii ki, Məncə qardaş Türkiyənin nümunəsi bu mənada çox önəmlidir. Fikir mən belə sizə də mən bu sualı verim. Fərz edin 91-ci ildə müstəqillik əldə etmişik, amma neftimiz yoxdur. Yəni ümumiyyətlə yoxdur da, bizdə o təbii ehtiyat yoxdur. Azərbaycan hansı yolu seçəcəkdi və biz nə edə bilərdik? Digər ölkələrin seçdiyi yolu. Bax, belə deyək də bizim qonşuluğumuzda olan ölkələrin nefti yoxdur. Gürcüstanın nefti yoxdur, qazı yoxdur. Bəli. Bəli. Necə o özünün xarici valyuta olan tələbatını necə ödəyir? Necə ödəyir? İxracın hesabına, turizmin hesabına, yəni ölkəsinə valyuta gətirə biləcək mənbələrin hesabına. Yəni bizim indi düşmən olan ölkənin özü də bu yolla öz problemlərini çözür. İndi onlar başqa dotasiya ilə yaşayır, layihədə, nə qədər olmasa da yenə də biraz da Gürcüstana da dəstək, biraz yox, xeyli dəstək var idi. Elə belə gətirib heç kim pul vermir. Yəni özlərində hardasa görək bundan sonra necə olacaqdır? Özlərində məsələn Gürcüstan ərazisi də bizdən balacadır, əhalisi sayı azdır, amma hardasa təxminən mən bildiyim qədər hardasa bir 7-8 milyarda qədər ixracları var bunların. Nə satırlar? Bütün məhsullar satırlar. Nə satırlar? Nigərə onun çeşidlərinə baxaq, orada bütün məhsullar satırlar. Nəyə sata bilirlərsə satırlar. Turizm məhsulu, məsələn, Elçin. Əsas pay turizmdir. Turizm də çoxdur. Əsas pay deməzdim, amma ciddi şəkildə böyük əksi. Bəli. Ərzaq məhsulları ixracatı böyükdür. İcazə verin, fikirlərimi tamamlayım. Bizim ixracımızın qeyri-neft sektorundan, real sektordan ixracımızın az olmasının səbəbləri, biz həmişə bu mövzuda danışırıq. Niyə görə real sektor yaxşı inkişaf eləmir ki, oradan da kifayət qədər? Mən bunu həmişə deyirəm və dəfələrlə bax, bizim hörmətli iqtisadçılarımız da işləyir. Bizim iqtisadiyyatın əsasını, onurğa sütununu təşkil edən orta və kiçik biznesin bugün bir problemi var Azərbaycanda. Maliyyə əlçatanlığı problemi. Bax, bu yoxdur. Bu, yeni müəssisəni qurmaq üçün, yeni iş yeri açmaq üçün və yaxud da ki, mövcud müəssisəni modernizə etmək üçün dünyanın bəlli keçdiyi yol var, dünyada bəlli bir praktika var. İqtisadiyyatın kredit tutumu deyilən bir anlayış var. Azərbaycanda bu rəqəm 15-16%-dən bütövlükdə çox deyil. Bu çox kiçik bir rəqəmdir. Və bugün əgər nəzərə alsaq ki, banklar iqtisadiyyata 15-18-20% ilə kredit təklif edirlər və o iqtisadiyyatda, məsələn, müəssisədə, istehsalat müəssisəsində orta rentabillik 8-10, ən yüksək halda 12% ötmürsə, demək bu kreditin qapısı biznes üçün bağlıdır. Bəli. Yoxdur bu kredit. Bəli. Və yaxud da ki, güzəştli kredit veririk. Mən təhlil eləmişəm, son 7 ildə Azərbaycanda təxminən 520 milyard manatlıq ümumi daxili məhsul istehsal etmişik. Bəli. Ümumi rəqəm. Gəlin görək bu qədər
iqtisadiyyatın ümumi daxili məhsula biz nə qədər güzəştli kredit vermişik. Yəni var da bizdə müəyyən qurumlar var, aidiyyatı qurumlar, hansı ki bu işlə məşğuldurlar, biznesə yardım, biznesə inkişafı və cəmsi 3,4 milyard. Bu təxminən 0,5-0,6% o normal kreditin verilməsi deməkdir bu iqtisadiyyat. Ona görə də sizin sualınıza mən konkret cavab verirəm. Ona görə real sektor inkişaf eləmir. Bütün dünyanın getdiyi yol var. İngilisdən soruşurlar ki, sən biznes öz pulunu qoyursanmı? Deyir, o qədər mən ağılsız deyiləm ki, öz pulumu bankla işləyir. Bütün dünya bankla işləyir. Yəni, bax, bu məsələni çözməliyik. Buna bizim imkanımız var, yoxsa yoxdurmu? 72 milyard bizim ümumi daxili məhsulun həcmi qədər bizim valyuta rezervlərimiz var. Var imkanımız. Bəli, təbii ki, var. Bəs niyə eləmirik? Etmək lazımdır. Yəni, sualınıza konkret cavab vermək. Olarmı sizdən soruşum, əgər doğrudan da problem ən azından birini sadalandı, edə bilərikmi və yaxud da niyə etmirik? Bəlkə başqa risklər var. Bilirsiniz, birinci növbədə qeyd edeyim ki, siz Gürcüstanın adını çəkdiniz. Gürcüstan artıq 2023-cü ildə pandemiyadan əvvəlki olan turizm sektorunda olan göstəricilərini böyük həcmdə üstələyib 4 milyard, 4,1 milyard dollarlıq bir vəsaiti rəqəm təxmin xatırlayıram keçmişdir. Biz isə də 2024-cü ildə də keçə bilməmişik. Bunun təbii olaraq bir sıra obyektiv və subyektiv səbəbləri var, amma bir məsələyə toxunacaq. Bu gün regionların inkişaf etdirilməsi də məhz turizm sektoru ilə bu və ya digər formada bağlıdır. Baxın, gedib bu gün regionlarımızda olan otellərə dəydikdə, bir maraqlandıqda görürük ki, məsələn, Bakı şəhərinin və onun ətrafında istehsal olunmuş toyuq məhsulları gətirilir. Ağ yumurtanı gətirilir. Şəxsən sual vermişəm ki, niyə bax, kəndin içərisindədir, niyə istifadə edirsiniz? Bir sertifikat lazımdır. Buyurun. Baxın, amma Gürcüstanda bu belə deyil. Məsələn, bir qədər düşünürəm ki, kənd təsərrüfatı sahəsində təkcə fermer olaraq çalışan deyil, ev təsərrüfatlarına öz məhsullarını turistlərə və insanlara xidmət etmək üçün əlavə dəyər yaradıb, ağacdan dərib, belə deyək də bir qablaşdırır. Hansısa formada Gürcüstanda modellər var. Yəni, bunun üçün qeyri-adi nələrsə kəşf etməyə ehtiyac yoxdur. Gürcüstanda bu modellər var. İstər şərabçılıq sahəsində olsun, çörək, yəni üzümün müxtəlif şərab müxtəlidir, yumurtasıdır, digər məhsullarıdır. Yəni, və o bir gündə artıq tədricən bu belə deyək, bir gün qeydiyyata düşəcək, o birisi gün fiziki şəxsdən mikro sahibkarlar, sonra kiçik sahibkarlar və bu sektorun inkişafına xidmət etmiş olacaqdır. Amma məsələn, bəzi hallarda olur ki, məsələn deyək də, bir X məhsulunun, bir kəndli X məhsulunu bir emal edib öz həyat yanı ərazisində turistə təklif etməsi üçün onun bir ayrıca bir şəraiti olmalıdır, məhsulu saxlamağa, digər olmalıdır onu orada emal etməyə, digər bir otağı olmalıdır bunun, deməli burada bunu emal etdikdən sonra hazır məhsulu saxlamağa, biri olmalıdır özünün gigiyenik ehtiyaclarının ödənilməsi üçün və s. və ilə. Yəni yaşadığı yerdə bunu praktik edə bilmir. Tələblər çox sərt. Çox sərtdir. Mən hesab edirəm ki, heç lazım olan yerdə bu tələblər qoyulmur. Amma bu yerdəki inkişafa ehtiyac var və siz demişkən, regionlara nə qədər gəlir gətirə bilər. Bu istiqamətdə bir qədər, belə deyək, qanun tələb sərtliyinin götürülməsi, bu həm agroturizmin inkişafına gətirib çıxarılır. Ona görə də ümidimiz Vüqar müəllimədir, çünki Vüqar müəllim parlamentdə təmsil edir. Baxın, bir söz deyəcəm sizə. Bugün Respublikamızda xeyrisi qanunla yox, qaydalarla tənzimlənir. Qaydalarla, yəni qanuna ehtiyac yoxdur. Qaydalarla. Təəssüf ki, vaxtımız çox məhduddur, amma bu mövzunu ayrıca mən xahiş eləyəcəm sizlə bir söhbətləşək ilə sizi də dəvət eləyək. Azərbaycanın turizm imkanları və regionların... Mən qısa bir dənə qeyd verəcəm. Mən vaxtımız çox məhduddur, indi xəbərlər proqramına keçəcəyik. Ona görə də icazə verin, sadəcə qısaca təşəkkür edeyim hər birinizə. Çünki çox maraqlı bir söhbətimiz alındı. Hər halda təhlükə hər dəqiqə var, risklər hər dəqiqə var. İqtisadiyyatın elə məfhumun da anlayışı bundan ibarətdir. Amma təhlükəsizlik tədbirlərini əvvəlcədən görmək lazımdır ki, təhlükələrə qarşı bir müqavimətimiz olsun. Düşünürəm ki, hər birimizin bu müqavimət üçün də bir balaca çox çalışmamıza ehtiyacımız var. Görüşərik.